Təbiətə çıxmaqla bağlı gözəl təklif irəli sürdün. Düşündüm ki, keçirdiyin ağır xəstəlikdən sonra ab-havavı biraz dəyişməyin yaxşı olardı. Həqiqətən də ağır xəstəlik keçirdim. Vəziyyətim o qədər pisləşmişdi ki, dedim ki, belə getsə öləcəm. Allah eləməsin. Bu nə sözdür? Həmd olsun ki, yaxşı oldum. Xəstəliyimin ağır vaxtında Allahın Rəsuluna təvəssül etdim. Həzrəti Peyğəmbərdən istədim ki, mənim üçün şəfa diləsin. Allaha şükür ki, hacətimi aldım. Həzrətdən istədim ki, əgər dünyadan köçsəm, mənim üçün bağışlanma istəsin ki, Allah da günahlarımdan keçsin. Kafirler, müşrikler, sizin ettiğiniz şirkin cevabı budur. Odur. Yok, bu yok. Demək istədiyim budur. Aha, axı hansı şirkdən danışırsan? Yalnız Allah'tır ki, hacət verir ve günahları bağışlayar. Siz müşrikler, Allah'tan qeyrisindən hacət ve bağışlanma istəyirsiniz. Hayır, her şey Allah'ın elindədir. Ancaq Allah işləri səbəbləri vasitəsilə həyata keçirir. Məgər Quran oxumamısan? Allah buyurur ki, xəstələndiyimizdə şəfa verən odur. Yəni Allah. Ancaq başqa ayədə də Allah buyurur ki, Quran şəfadır. Başqa bir ayədə də Allah buyurur ki, balda şəfa var. Digər bir ayədə isə Həzrəti İsa'ya buyurur ki, mənim iznimlə sağalmaz xəstələrə şəfa verirsən. Bunların mənalarını başa düşürsən? Gözləyirsiniz ki, başa düşüm? Yox, yox. Deyin görüm, bu ayələrin sizin etdiyiniz əməllə nə əlaqəsi var? Allah Teala bəzən öz nemətlərini səbəblər vasitəsilə əta edər. Biz də Allahın nemətlərinin vasitəsi olan övliyalara təvəssül edirik ki, şəfa və məğfirət əldə edək. Bu təvəssülü biz elə Qur'anın özündən öyrənmişik. Quran deyir ki, əgər günah etmisinizsə, gedin Peyğəmbərin yanına. O da sizin üçün Allah'tan bağışlanma istəsin. Bu ayə Peyğəmbərin həyatda olduğu zamana aiddir. Ölülərin səlindən heç bir iş gəlmir. Amma Peyğəmbərin zamanında yaşayan müsəlmanlar bu ayədən sən dediyin nəticəni çıxartmamışdılar. Eynilə Peyğəmbərin vəfatından sonra Həzrətin qəbri kənarına gedən bədəvi bir qoca kimi. Həmin qoca məhz bu ayəni oxuyub Həzrətdən bağışlanma diləməsini istədi. Yaxud da dəyərli səhabə olan Osman ibn Huneyf kimi. O, Həzrəti Peyğəmbərin vəfatından 20 il sonra çətinliyi olan bir nəfərə tövsiyə edir ki, öz hacətini Həzrəti Peyğəmbərdən istəsin. Yaxud da Abdullah ibn Ömər kimi. O, ayağı şiddətli şəkildə ağrıyanda Peyğəmbəri çağırır və beləcə ağrıdan xilas olurdu. Mənə bax, ümumiyyətlə sənin özün çətinliyə düşəndə və heç bir çarə tapa bilməyəndə nə edirsən? Mən nə etdiyim məlumdur. Bunu edirəm.